Salam, hörmətli dinləyicilər. Gəlin sizlə maraqlı bir həndəsə sualına baxaq. Əvvəlcə tapşırığın şərtini oxuyaq, sonra tapşırığı həll etməyə çalışaq. ABC bir üçbucaqdır. AB perpendikulyardır AC-yə. DY F toxunma nöqtələridir. BD A-ya bərabərdir. CD 8 çıxağa olduğuna görə ABC üçbucağının ABC üçbucağının sahəsinin ala biləcəyi ən böyük qiymət neçədir? Gəlin bu tapşırığı həll etməyə çalışaq. Deməli, məsələnin şərtinə görə BD bir A-ya bərabərdirsə, onda BF də bir A-ya bərabər olar. Çünki hər ikisi BD və BF toxunanlardır. B nöqtəsindən çəkilən toxunan. Digər tərəfdən DC 8 çıxaq A-ya bərabərdirsə, onda YC də 8 çıxaq A olar. Çünki hər ikisi toxunanlardır. DC və YC C nöqtəsindən çəkilən toxunanlardır. İndi biz çevrənin mərkəzindən deməli toxunma nöqtələrinə radiuslar çəksək, bunları R ilə işarə edək. Üçbucaq düzbucaqlı üçbucaq olduğuna görə AF və AY də R-ə bərabər olar. İndi bu üçbucağın bucaqlarını alfa və beta ilə işarə etsək bu düzbucaqlı bucağın, o zaman məsələnin şərtinə görə biz yaza bilərik ki, məsələnin şərtində deyilir ki, bu üçbucağın sahəsi ən böyük olsun. Üçbucağın sahəsinin ən böyük olması üçün alfa bərabər olmalıdır bu betaya. Bucaq alfa bərabərdir, bucaq betaya bərabər olmalıdır. O zaman AB bərabər olmalıdır nəyə? AC-yə. Bucaqların bərabərliyini. Yəni bu üçbucaq bərabər yanlı düzbucaqlı üçbucaq olmalıdır. O zaman bu münasibətdən yaza bilərik ki, A üstəgələk R bərabərdir R üstəgələk 8 çıxaq A. Buradan R-lər islah olur. Yazırıq ki, 2A bərabərdir 8-ə. Buradan A bərabərdir 4-ə. Digər tərəfdən düzbucaqlı üçbucağın daxilinə çevrə çəkilmişdirsə, onun sahəsini belə düsturla ifadə etmək olar. S bərabərdir BD vuraq DC-yə. İndi BD bizdə A-ya bərabərdir. A-nı biz 4 tapmışıq. DC də 8 çıxaq A-ya bərabərdir. A da 4-dür. 8-dən 4 çıxanda bu da olur 4. Yəni bu üçbucağın sahəsi olar 4 vuraq 4 bərabərdir 16. Yəni üçbucağın sahəsinin ən böyük qiyməti 16-ya bərabər olar. Bu isə D variantına uyğun gəlir. Maraqlı tapşırıq idi. Diqqətinizə görə sağ olun. İnşallah yeni videolarda görüşərik.